məmurların 90% öz elində deyil. Xəstəxanalar kimindir? Deputatların. Qiymətləri kimindir? Deputatların. Oranı dağıtdı Ziya Məmmədov özü də. O deyirlər ki, sən 300 manat maaş alsın, bu qədər nəyi pullardan eləyir? Bu xəstələrin 90% büdcəyə gedir. Bugün Azərbaycanda problemlər süni sürətdə yaradılıb. Tıxac özü bir biznesdir. Ev çatır qadına, aliment verir qadına, uşaqlar verir həmin əxlaqsız qadına. Televizorlar ailələrin dağıdılmasını təbliğ edir, qurulması yox. Xoşqədəmin verişində bir qız var, indi bir də uşağı qalıb kimdənsə. İndi onu Xoşqədəm xanım cəmiyyətin bir problemi. Adam gedir evinə kamera qoyub, arvadın 4 dənə kişi ilə cinsi əlaqədə eyni vaxtda olduğunu çəkib, gəlib televizor ki. Səncə bu yüzlərlə maşının problemi həll olmalı, ya 3 dənə velosipedi? Elə yol var ki, mən yola baxanda başa düşmürəm ki, bu yol nədir? Burada 50 cüzə cızıqlanma var. Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Küns bucaqdasınız. Küns bucağın mütəfəkkir qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar bəy Calaloğludur. Sərdar bəy, xoş gördük. Xoş gəldin. Sərdar bəy, hal-hazırda cəmiyyəti narahat edən əsas məsələlərdən biri də Bakının paytaxtın tıxac problemidir. Sizcə aidiyyatı qurumlar bu məsələnin öhdəsindən niyə gələ bilmirlər və tıxac problemi niyə həll olunmur? Əvvəl odur ki, Azərbaycanda bir çox problemlər var ki, bu problemləri mən süni problem adlandırıram və bu problemlər məhz hakimiyyət orqanları tərəfindən yaradılır və gəlir götürmək üçün. Baxın, təkcə aynanın topladığı pula baxın, aynanın rəhbərlərinin həyat tərzinə baxın. Qısa müddətdə yaranmış bir təşkilatdır. O təşkilatın başında duran nələr əldə edib, mavini, bu yaxında da vardı, mavini toy edib, stolun biri 500 manat, müğənnilərə 250 min manat, nə bilim kimə nə... Adama deyirlər ki, sən cəmsi 2-3 ayda yaranan bir təşkilat, bu təşkilatda 300 manat maaş alsın, məsəl üçün, bu qədər nəyi pullardan eləyibsən? İstər yol qırağındakı parkinglərdir, istər yolların o velosiped yoludur, nəmdir. Bütün bunlar və tıxacın da yaranır bir məqsədə. Təbii ki, tıxac olanda adamların müəyyən problemi olur da, xəstəsi olan var, o məcbursan da yol hərəkəti çıxırsan. Bunlar hamısı o cərimələri artırmaq, o qazanır və maraqlıdır ki, bu xəstələrin 90% büdcəyə getmir. Gəlin Bakı şəhərində parkingləri sayaq, parkingdə duran, parkingin biri 8 saatı nə qədər pul gətirə bilər və dövlət büdcəsinə baxaq ki, parkinglərdən nə qədər pul gedir rəsmi şeydir dövlətə. O cümlədən aynanın cərimələrinə baxaq, görə o cərimələrdən neçə faizi gedir, yol polisinin cərimələrinə baxaq, görə o cərimələrdən neçə faizi dövlət büdcəsinə gedir. Yəni, bugün Azərbaycanda problemlər süni sürətdə yaradılıb. Onun biri nədir? Tutaq ki, mütəmadi olaraq yol hərəkətində sürət aşağı salınmaz. Bu Bakıdan çıxan biri var 20 ilə çıxar, biri var 100 ilə çıxar ki, sorula gedir. Sən burada Bakının çıxacaqlarında hər yerdə sürət salmışsan aşağı. İçəridə də maşından çıxmalıdır. Təzyiq yaranacaq, yaranmayacaq. Bu bir. İkincisi, Bakıda nə qədər velosiped, skuter var ki, sən Bakının mərkəzi küçələrinin hamısında velosiped yollar, skuter yollar salmışsan. Dünyanın inkişaf olmuşsan, bir çoxunda heç yoxdur. Necə olur ki, bunların hamısına yol salıbsan və orada özü də elə bir yol ki, orada bir günə 100 min maşın keçir. O maşınlar məcbur olur, bir yoldan ya 2 yoldan ancaq sürüşə gedirlər. Getdikcə bunu genişləndir. Yəni, tıxacların yaranması birincisi sünidir. İkincisi, təbii ki, yol infrastrukturları düzgün qurulmuyor. Məsələn, 20-si yanvarda o boyda nəhəng bir proyekt həyata keçirilib, 20-si yanvarda tıxac problemi həll olunmuyor. Niyə? Çünki Amerikada necədir, Avropada? Avropada əvvəlcə müəyyən bir tədqiqatlar aparırlar ki, burada hansı istiqamətdə maşın çox gedir, tıxacın səbəbi nədir? Ona uyğun yolda rekonstruksiya aparırlar. Azərbaycanda bir nəfər oturur, estetik olaraq, bunu buradan keçsə, bunu gözəl görsənəcək, məlum olur ki, o tikintinin heç tıxacın aradan qaldırılmasına heç bir əhəmiyyəti yoxdur. Və baxın, Biləcərdən gələn nə qədər tıxac əmələ gəlir. Niyə görə bu
tutaq düzgün hesablanmayıb ki, bunu elə qurmaq lazımdır ki, maşının ən çox hərəkət elədiyi yolun üstündə, məsələn, şeydən gəlir 20 yanından fırlanır, düşür Dərnə gölə. Böyük bir çətin məsələdir ki, oradan bir dənə şeydən gələndə, beləcəkdən, o yol üstü körpülərin biri elə birbaşa Dərnə gölə gəlir və yol daimi olaraq işləyərdi. Bunu niyə eləmədin? Və sən nəyə görə lazımsız bir dənə orada infrastruktur yaradırsan, o da tıxad. Yəni, burada həddən azı çoxlu problem var. Ən ciddi problemdən biri sürücülərlə bağlıdır. Sürücülər bir də baxsan ki, əlində telefon, o birisi maşın gedib, az qala 1 kilometr məsafəsi var, telefondan ayrıla bilmir. Bunun özü bir başqa bir problemdir. Yəni, ölkədə tıxac probleminin həddən artıq vətəndaş, məsələn, yol hərəkət qaydaları var, zolaqdan keçmə. Mən dəfələrlə şəxsən müşahidə eləmişəm, bir, zolaqdan keçən adam düşünülmüş şəkildə yavaş hərəkət edir. Mən özüm 70 yaşım var, mən zolaqdan keçəndə qaça-qaça keçəm ki, sürücülərə problem yaratır. Bu adam elə bir parkda gəzir, hələ dönüb bir ağzın siqnal versə bir tez keçdi. Əlində telefon danışır, yolun ortasında, dönüb bir sənə ağzına gələn deyil. İkincisini müşahidə eləmişəm. Polis durub yoldan o tərəfə, o şeydən, zolaqlı məsələnin o tərəfə. Bir nəfər ayağını qoyub birinci zolağa durub. Nə keçir, nə də teritoriya qalır. Keçsən, o adam orada durduğun cərimə olunursan. Keçməsən, probka yaranır. Polis o adama deyir ki, oğlum, sən keçərsən, keçmirsən, orada niyə yola düşmürsən? Əlində də gör telefonla. Bu düşünülmüş şəkildə. Mənim özüm 2 dəfə cəriməmdə ikisində də onun süni bir vəziyyət yarandığını şahid olmuşam ki, baxmışam, adam durub orada keçmir. Mən oraya yaxınlaşanda ayağını qoyub birinci xəttə. Durub, keçmir. Mən keçmişəm. Görüm keçmirdim, durub. Dərhal polis məni saxlayıb, burada duran polis 50 manat cərimə edir. Yəni, burada Azərbaycanda bu siz dediyimiz, bizim gördüyümüz bu sosial negativ hallar var. Bu negativ halları yaradırlar. Bunlar təbii səbəblər də, düzdür, təbii səbəblər də var. Amma bunun böyük bir hissəsini yaradırlar. Bu qədər yol infrastrukturuna pulla qoyub Bakıya, təkcə Bakıya bir neçə milyar dollar pul qoyulur. Məsələn, İtalyanlar dedi ki, Gənclik meydanındakı infrastrukturun qiyməti 300-400 milyondur, amma 1 milyard yarıma başa gəlib olur. Necə olur bu 1 milyard pul? Hara gedib? 20-si yanvar infrastrukturunun qiyməti olar, məsələn, 200 milyon, 300 milyon, get bax, sənətdə 2 milyard, 3 milyard. Və ya da Bakı-Quba yolu, beton yol çəkdilər, bizim prokuror çəkdi onu, o keçmiş Qaraşov var idi. Qaralov. Qaralovdur nədir? Zaki Qaralov. Zaki Qaralov. Mən oradan keçəndə gördüm ki, betonun içində armatür yox. Gəldim dedim ki, dəmir beton yol çəkilir ki, betonun içində armatür yoxdur. Bir həftədən sonra hava vurdu, həmin betonlar qırıldı, yollardan belə şeylər çıxdı, nə qədər avariya oldu. Təzədən o yolu 1 milyard yarıma başa gəldi. Söğütlülər himindən tamamilə başqa tüklər torpaq yolu çəkdilər. Yəni budur. Və orada da nə oldu? O yol 2 il ərzində elə tıxadın biz. Çünki Bakıdan çıxan yolların hamısında problemlər yaranır. Hamısında. Çıxacaqlarda problemlər var. Yəni bu elə bir sürətlə çıxsın ki, şəhər boşalsın da. Və bu yəni belə çıxır ki, yol çəkmək qazanc mənbəyidir də, yəni. Yollarda problemlərin yaranması qazanc mənbəyidir. Və bu velosiped yolları var. İndi bunlar özlərini Avropa uyğunlaşdırır. Qardaşım, Avropada nazirlər velosipeddə gedir. Sən neçə velosiped sürən görürsən Bakıda? 3-5 nəfər maşın. 3-5 nəfər. Bəs nə qədər maşın görürsən? Yüzlərlə. Səncə bu yüzlərlə maşının problemi həll olmalı, ya 3 dənə velosipedi? Bəlkə də velosipedi mən deyim territoriyada sür. Məsələn üçün sürə bilər ya yox, sürə bilər. Avropada çox yerdə territoriyada sürür. Bəs sən nəyə görə 20, 30, 40 dənə velosipedi, skuterə görə onsuz da çox məhdud olan yolları məhdudlaşdırırsan, 3-4 maşının getməsi əvvəldə bir maşın gedir, o 2 maşın ki getməlidir. Onlar da probkanı yaradır da. Demək, sürücü də yaratsın da. Və probka yaranında vətəndaşların böyük əksəriyyəti istər-istəməz tələskənliyə görə məcburdur yol hərəkəti qaydasını pozsun. Pozanda da dərhal 50 manat, 100 manat, 150 manat gedir onların cebinə. Bu belə bir biznesdir. Yəni tıxac özü bir biznesdir. Bu yolların qırağında və dövlət yoxlamalıdır bunu. Heç kəs yoxlamır ki, sən bu qədər parking yaradıbsan. Bu parkinglər bir gündə bəlkə də 500 milyon pul gətirir. Dövlət büdcəsi necə daxil olmur bundan?
Və ya Bakı şəhər Sovetinin büdcəsinə niyə daxil? Daxil olursa o pul niyə yol infrastrukturunun yeniləşməsi istifadə olunmur? Niyə bu günə qədər Bakıda yeni yollar çəkilmir? Ancaq çəkilən yeni cızıqlar. Bu cızığı bugün buradan çəkirlər. Elə yol var ki, mən yola baxanda başa düşmürəm ki, bu yol nədir? Burada 50 cüzə cızıqlanma var. Köhnə cızıqlar da qalır, təzə cızıqlar var, sarı xəttlər var, oradan belə o. Bunlar, bu nə oyundur? Bununla bəyəm yol hərəkəti problemini həll eləmək olar. Sən bu maşının getməsi üçün daha mümkün yol yaratmaq əvəzinə xəttlərlə istəyirsən, bu xətti buradan götür, bura qoy. Ona görə birincisi, bir şey etiraf edirəm, Azərbaycanda məmurların 90% öz elində deyil. Bu yaxına da baxdım, təbiblə bağlı yazırlar ki, təbibin əsas departamentinin rəhbərlərinin birinin tibbi təhsili yoxdur. Qardaşım, bunun tibbi təhsili yoxdur, bu tibbi necə təşkil edə bilər? Tibbi ilə bağlı problemləri hardan bilə bilər, necə həll edə bilər? Eynilə yol, bax, gedək aynanın rəhbərlərini artdı. Baxaq ki, onların hansınsa yoldan xəbəri var. Bəs səhiyyəmizin mövcud durumunu necə qiymətləndirirsiniz? Sizi nələr qane eləyir, nələr qane eləmir? Azərbaycanda səhiyyə özünün böhranlı dövrünü yaşayır. Bir tərəfdən xəstələnmələrin sayı astronomik rəqəmdə artıb, ikinci tərəfdən səhiyyənin təşkilatında çox ciddi bir problem meydana çıxıb, üçüncüdə Azərbaycanda tibbi xidmətin səviyyəti noldan aşağıdır. Və üstəlik dərmanların qiymətinin baha olması. O heç o alverdir də, o da elə bundan bağlıdır. Çünki xəstəxanalar kimindir? Deputatların. Qiymətləri kim müəyyən deputatlardır? Nə bilim, onu məhdud edək ki, Azərbaycanda xalq müəyyən məmurların açığı deyim ki, varlama mənbəyidir. Sağlamlıq da bu şeyə xidmət edir, məktəb də buna xidmət edir, hər şey buna. Ona görə nə məktəbdə, nə elmdə, nə də səhiyyədə hər hansı bir yenilikdən, müsbət tendensiyadan danışmaq mümkün deyil. Son illər Azərbaycanda bir dənə görkəmli adam yetişib. Niyə? Niyə tutaq ki, məsələn, başqa ölkələrdə belə bir məşhur... Azərbaycan dövləti elmə pul qoymur. Azərbaycan dövləti elmə pul qoymur. Akademiya ayrılan pulda Elton kimi bir adama qoyublar. Qardaşı yol nəqliyyatı nazir işləyən oranı dağıtdı deyə Məmmədov özü də akademiya dağıtdı. Bu adamları necə seçirlər qoyurlar bura? Bunun qardaşının cinayətkarlığı məlum oldu da. Özünün də kim oldu? Necə olub ki, akademiyada elə bir mühüm işləyişlər ki, 3 milyon birdən yedi. Yer gəlmişkən Ziya Məmmədovun qardaşını Elton Məmmədovu həmin vəzifəyə deyəsən elə Ramiz Mehdievin özü təyin eləmişdi. Arkadaş, bunu kimin təyin edir? Dövlətdə adamlar heç kəs deməlidir. Dövlətdə bir mexanizm olmalıdır. O mexanizm korrupsiyonda qarşısını alsın, öz başlanğıcında qarşısını alsın, sosial problemlərin həllini də həll edilməyinə kömək edir. Siz necə düşünürsünüz? Adamlar üzərində kim qurur dövlət? Bir dənə Ramiz Mehdiyev öldü, onda necə oldu? Baxın, Həzrət Əlinin vaxtında belə bir şey olub. Bir dənə Yahudi olub, həddən çox cəmaatı incidirmiş. Götürüblər Həzrət Əliyə məktub yazmır ki, qardaşım, bu bizi incidir, gündə vergiləri artırır. Həzrət Əli bir məktub yazır oranın əmrinə ki, bu adamdan xalqın narazılığı var, bunu işdən çıxardır. Həmin əmr götürür, Həzrət Əliyə bir cavab yazır. Yazır ki, bu çox savadlı bir Yahudidir, dövlət büdcəsindən bu qədər gəlir gətirir, belədir. Yəni bu əvəz edilməz bir durumdur. Həzrət Əli həmin məktubun dalına bircə söz yazır. Yahudi öldü. Qaytarır həmin əmrə. Əmir başa düşür ki, Həzrət Əli deyir ki, sən deyirsən ki, bu əvəz edilməz adamdır. Bəs bu öləndən sonra necə olacaq bu dövlət? Aydındır. Kimcədir? Aydındır. İndi söhbət Ramiz Mehdidə, Həsən Quludan, Çönquludan getmir. Baxın, bu dövlət məmurları, baxın, görün, bu idarədən o idarədən o işlədiklər heç bir idarə yaratmır. Bax, Eldar Əzov götür, Bakıya icracmır. Bundan qabaq da başqa bir vəzifədə işləyib. Doğrudan o vəzifədə elə parlaq nəticələr göstərib ki, bugün gəlib çıxıb ora. Gedin onun əvvəlki fəaliyyətini yoxlayın görün, nə qədər qüsuru var. Nazirlər də o cümlədən, komitə sədrlər də o cümlədən. Bu cür olmur ki, adam gərək bir vəzifədə nəticələr göstərək ki, o nəticəyə görə sənin deyirsin, yox, sən daha yuxarı get, daha ciddi işlər gör. Bir əksinə, İşlədiyi yerdə heç bir nəticəsi olmayan, əksinə xalqı narazı salan, dövlətə problem yaradan adamların vəzifə pilləsindən yüksələ gedirlər. Getdikləri yerdə daha da körlüyürlər. O quşun məsələsi olmasın. Təzə yuva köçürlər, oranda futbolurlar və s. Aha. Və bayaq sosial vəziyyətdən danışdıq, daha doğrusu keçid elədiniz. Boşanmalar son zamanlar niyə trendə çevrilir? Ona görə ki, Azərbaycanda ailə institutunun dağılması, dövlətin dağılması demək. Ya dövlətdə böhran var, ailədə böhran var, ya ailə institutunda böhran var, dövlətdə. Çünki niyə?
ailə dövlətin prototipidir. Yəni dövlət ailənin üzərində hər bir xalqın ailəsi necədirsə, onun dövlət də elədir. Hə, ailə dağılmağa meyllidirsə, dövlət də dağılmağa meyllidir. Əgər dövlət möhkəmdirsə, ailə də möhkəm olacaq. Bu da nə deməkdir? Dövlət siyasəti ailənin taleyini müəyyən edir. Bu gün boşanmaların sayı nə ilə bağlıdır? Birincisi, iqtisadi vəziyyətlə bağlıdır. İkincisi, ailə institutunun hüququ tənzimləməsi ilə, amma düzgün tənzimləməsəm, kişi gedir evə, qadının yanında bir kişi görür, tutaq ki, öldürmür, döymür, arvadını boşuyur. Məhkəmə qərar verir. Deməli, ev çatır qadına, aliment verir, qadına uşaqlar verir, həmin o əxlaqsız qadına, kişini buraxır götürür. Qadın burada nə itirir? Deməli, əgər əxlaqdan həm daha ciddi əxlaqsızlıq eləməcə şərait əldə edir, həm müftə iqtisadiyyatdan kişi gecə-gündüz işləyib onu təmin etməlidir, uşaqlar da bunun yanındadır, evdə bunundur və s. Adamlara təşviq edir, ailəni dağıdır. Sənə bu adamların da, ailə quranların da və yaxud da məsələn, məsələ bir Amma fakt deyil. qanunda bir məsələ də var ki, qadın da aliment verə bilər. Neçədən indiyə qədər qadın, hə o qadın ki, imtina edəcək uşaq saxlamadan, onda sən aliment ver. Amma qadınlar da bilir ki, aliment lazımdır, evə sahib çıxmalı, o imtina eləmir. Deyir, uşağı da mən saxlayacağam, evdə mənə çatır, sən də mənə ayda bu qədər pul verəcəksən. Baxın, mən sizə bir fakt edəcəm. Bir neçə il bundan qabaq, birisi də Azərbaycanda gənc ailə quranda tibbi araçdan keçirir. Məlum olub ki, 10.000 nəfər müraciət edib ailə qurmağa. Bunların içərisində 250 nəfər SPID, 2500 nəfər siflisli xəstə uşaqlar. Hər 4 nəfərdən cavanla biri siflis olub, hər deməli 40 nəfərdən biri də olub SPID. Budur ailə quranlar. Yəni mənəvi deqradasiya da var da belə. Ailə qurana qədər o qədər dağınıq həyat tərzi keçirir cavanlarımız. O sahədə hətta iş o yerə çatdı ki, ərəb turistlərin qabağını aldılar ki, Azərbaycandan bunlar Ərəbistana sifilis bu kimi xəstəlikləri daşıyırlar. Ona görə də turistlərin birdə-birə həmin ölkələr Azərbaycan gəlməsinin qabağını aldı. Burada çoxlu səbəblər var. Bizim televizorlar ailələrin dağıdılmasını təbliğ edir, qurulması yox. Bir dənə qızız kadrlar olur. Bax o Xoşqədəmin verişində bir qız var. İndi bir də uşağı qalıb kimdənsə, öz əri, uşağı yadınıza nə qədər uzun bir də yapar, o Naz xanımı nədir? Belə bir qız var. İndi də hamilə gəlib oturub orada, hansı qeyri-qanuni bir cinsi əlaqədən uşaq tutub, indi də o problem çıxıb ortalığa. İndi onu Xoşqədəm xanım, cəmiyyətin bir problemi. Bütün televiziyalar Azərbaycanda əxlaqsızlığı təbliğ edir. Adam gedir evinə kamera qoyub, arvadın 4 dənə kişi ilə cinsi əlaqədə eyni vaxtda olduğunu çəkib, gəlib televizora ki, bax gördün mənim arvadım pozuldu. Bu belə bir ailə institutu olur. Onda belə çıxır ki, Xoşqədəmin və digərlərinin verilişi, Zaurun verilişi məqsəd ailələri dağıtmaqdır, tam məsuliyyət. Bağlanmalıdırmı? Söhbət bu bağlamaqdan kimi dövlətin qarşısına bir məqsəd qoymalıdır. Dövlət nə məqsəd güdür? Ailə institutu. Niyə ailə institutunun dağılması dövlət, hakimiyyətdəkilər narahat eləmir? Mən hakimiyyətdən dövlətdə. Niyə hakimiyyətdəkilər narahat deyil ailə institutunun dağılması? Çünki dağılmış ailələrlə dağılmamış ailələr dövlətə eyni yük deyil. Və yaxud da dağılmış ailələr hakimiyyətin siyasətinə daha uyğundur, nəinki dağılmayan ailələr. Niyə? Onu fikirləşdi, niyə? Çünki ailə var, uşaq var, sosial təminat olmalıdır, nə bilim uşaq pulu olmalıdır, o olmalıdır, bu olmalıdır. Amma dağılan ailələrin belə bir problemi yoxdur. Bəs uşaq pulunu niyə verməyə, belə deyək də, istimlak? Uşaq pulunun verilməsi beynəlxalq hüququndan tənzimlənir. Beynəlxalq hüquqa görə, beynəlxalq uşaq konvensiyasına görə bütün dünya dövlətləri uşaqları yönəlik sosial siyasət aparmır. O siyasətə nə dalı? 1. Bizim uşaq pulu dediyimiz iqtisadi təminat. 2. Pulsuz yemək. 3. Pulsuz məktəb ləvazimatı. 4. Əgər ailənin imkanları yoxdursa, onun məktəbdə oxumasına dövlətin üzərinə götürməsi. Beynəlxalq uşaq təcil uşaq pulu yoxdur. Pulsuz yemək var, pulsuz nəqliyyat var və pulsuz dərs ləvazimatların verilməsi var. Azərbaycan o pulsuz təhsili verir də dövlət. Dövlət onsuz da o kateqoriyalar içərisində pulsuz təhsili verir. Pulsuz təhsildən söhbət getmir. Dəftəri, kitabı zat dövlət verməlidir. Dəftəri, kitabı. Beynəlxalq İnsan Hüququ Konvensiyasına Azərbaycan qoşulubdur. Bu demək ki, konvensiyanı qəbul edir. Və orada belə bir maddə var. Bu konvensiyaya qoşulan dövlətin əgər özünün imkanı yoxdursa uşaq pulu versin.
donor dövlətlər var, müraciət eləməlidir. O donor dövlətlərdən pul alıb uşaq pulunu verməlidir. İndi sual onun. Azərbaycan pulu yoxdur, uşaq pulu versin. Nə üçün donor dövlətlərə müraciət etmir? Çünki donor dövlətlərə müraciət etmə üzümüz yoxdur. Çünki Azərbaycanın belə bir imkanı var. Kimcədir? Göstəricilər var, adam başına düşən gəlir, milli gəlir. Baxırlar ona, əhalinin sayına baxırlar. Deyirlər ki, bu gəlirinə 10 dəfə bundan çox uşaq pulu vermiyorlar. Ona görə, məsələn, donor dövlətlər hansı ölkələrin uşaq pulu verir? Afrika ölkələrinin. İqtisadiyyatı yoxdur, quraqlıqdır, belədir və Afrika dövlətlərinin hamısı uşaq pulu var. Amma onu dövlət vermir, dövlətin imkanı yoxdur. Azərbaycan imkansızlıqda müraciət etsin donor dövlət. Niyə müraciət eləmir? Beləliklə bizim həm özü vermir, həm də bizim o xarici dövlətlərdən ki, pul alıb uşağa verə bilər, həm də onun qabağını alır. Kimcədir nə demək istəyir? Sərdar bəy, çox sağ olun. Bizə dəyərli vaxtınızı ayırdığınız üçün sizə təşəkkür edirik. Var olun. Mən də sizə təşəkkür edirəm. Sağ olun.